Bir müddət bundan əvvəl Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini olan Pərvin Ağaziyev və Tədrisin Keyfiyyətinə Nəzarət Şöbəsinin müdürü Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəsmi açıqlama verərək Aynurə Dadaşovanın 2024-cü ildən müddətli müqavilə əsasında Agentliyin Quba Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdürü vəzifəsinə qəbul edildiyini, Pərvin Ağasiyevin isə 2019-cu ildən daimi dövlət qulluğu vəzifəsində çalışdığını bildirmişdi. Açıqlamada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin aparatında və yerli bölmələrində inzibati dövlət qulluğu vəzifələrinin tutulması, dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq yalnız müsabiqə və müsahibə yolu ilə həyata keçirildiyi qeyd edilmişdi. Vakant vəzifələr təhlil olunaraq mərhələli şəkildə Dövlət İmtahan Mərkəzinə təqdim olunur və mərkəzin rəsmi internet səhifəsində elan edilir. Əvvəla kiminsə nə vaxtsa belə bir vakansiya elanı ilə qarşılaşdığını xatırlamıram. Ona görə də bu tip vəzifələrə adətən heç kimin ağlına və yuxusuna belə gəlməyən təsadüfi şəxslər gətirilib çıxarılır ki, şükürlər olsun ki, sonuçları və nəticələri də tez bir zamanda elə layiq olduğu kimi təzahür edir. İndi isə keçək Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini olan Pərvin Ağaziyev barədə Siyəzən rayon icra hakimiyyətinin rəsmi informasiya sorğumuza verdiyi cavaba. Açıqlamada qeyd edilir. Sizin Siyəzən şəhər sakini Ağaziyev Pərvin Əlizadoğlu'nun qanunsuz yolla dövlət qulluğundan keçərək Siyəzən rayon təhsil şöbəsinin müdürü vəzifəsinə təyin edilməsi barədə müraciətinizə cavab olaraq aşağıdakıları bildiririk. Pərvin Ağaziyev Azərbaycan Respublikası Təhsil Nazirinin 21 oktyabr 2019-cu il tarixli razılıq məktubu əsasında yerli icra hakimiyyətləri haqqında əsasnaməyə əlavənin 1-ci bəndinə uyğun olaraq rayon icra hakimiyyəti başçısının 2019-cu il 23 oktyabr tarixli əmri ilə bir il müddətinə Siyəzən rayon təhsil şöbəsinin müdürü vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Pərvin Ağasiyevin müraciəti əsasında 10 oktyabr 2020-ci il və 10 noyabr 2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin F bəndinə uyğun olaraq daha bir il müddətinə artırılmışdır. 2021-ci ilin dekabr ayında rayon təhsil şöbələrinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə təhsil şöbələrinin müdürləri işdən azad edilmişdi. Bu zaman Pərvin Ağaziyev Siyəzən rayon təhsil şöbəsinin müdürü vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdi. Bildiririk ki, Pərvin Ağaziyev rayon icra hakimiyyəti başçısının müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsi və yerli icra hakimiyyətləri haqqında əsasnaməyə uyğun olaraq vəzifəyə təyin edilmiş, lakin daimi dövlət qulluğuna qəbul edilməmişdi. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə deyir ki, Pərvin Ağaziyev 2019-cu ildən daimi dövlət qulluğu vəzifəsində çalışır. Ölkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər deyirlər. İndi biz bu iki açıqlamanın hansına inanaq? Pərvin Ağaziyev ilk iş yerində rayon icra hakimiyyətinin müddətli müqavilələri ilə çalışıb. Yəni dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq müsabiqə və müsabiqəyə cəlb edilməyib. Belə olan halda onun dövlət qulluğu vəzifəsinə təyin edilməsi və həmin vəzifədə çalışması necə tənzimlənib? Biz nə qədər xəyalımızla canlandırıb ağlımızla müqayisə etsək də, sizin zövqlə seçib dırnaqarası istedadla icra etdiyiniz bu təlatümlü iradənizə heç cür ağıl uzlaşdıra bilmirik. Amma bu zövqün nəticələri ilə iradənizin ilk bəhəri çox harmonik uzlaşıb. Regional Təhsil İdarəsi strukturunun yeni yarandığı ilk ərəfələrdə elə yolun başlanğıcında. Qısa müddət ərzində hələ idarəetmə mexanizminin tam formalaşmadığı, hər gün sizinlə burun-buruna, çiyin-çiyinə olan insanların üzə çıxan cinayət əməlləri hiddət doğurur. Bu hiddət isə həm bu gəminin sahibinin, həm də kapitanının təhsil sistemində şəffaflığın təmin edilməsindəki təşəbbüsünə, həm də təhsilin keyfiyyətinin yüksəldilməsindəki səmimiyyətinə şübhə doğurur. Bugün söz gedən şəxs barədə sadəcə soraqlaşma yolu ilə araşdırıb ictimaiyyətə təqdim etdiyimiz faktlar və həmin faktları həm Nazirliyin, həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin reaksiyasızlığı və real münasibətlə qəbullanması bu istiqamətdə mövcud olan cəzasızlıq mühitini daha da dərinləşdirib. Nəticələri isə sanki yenə də dövlətin hüquq mühafizə orqanlarının və ictimaiyyətin ümdəsinə buraxılıb. Axı ortada baş tutmuş, cəzası verilməmiş və yaxud hal-hazırda baş tutma mərhələsində olan təfsilatlı dəlillərə söykənən ciddi faktlar mövcuddur. Təhsil sistemindəki şəffaflığın təmin edilməsindəki təşəbbüsünüzdə səmimisinizsə, bəs niyə bu faktlar görməzdən gəlinir, araşdırılmır? Bu səssizlik özü ilə bəzi kritik iddiaları da həqiqətə kökləyir. Məsələn, kimlərisə hansısa ortaq əməllərdəki iştirakçılığı ilə təhdid edilməsi və bu məqamın verilən qərarlarda özündən yuxarılardakı məsul şəxslərin iradəsinin belə təsir dairəsinə düşməsini, məhkəmədə həqiqiliyini isbat etmək üçün azacıq lüzumlu dəlilimiz olmuş olsaydı, biz bu iddialardan bəhs edərdik. Elə deyirlər, amma təəccüblə belə olduğunu da sezirik.